İndi isə Ampivot Columns haqqında danışaq. Ampivot Columns nədir? Sütunları sətirlərə çevirir və adından da göründüyü kimi Pivot Columns'ın əksidir. Yəni biz Pivot Column'da sətirləri sütunlara çevirirdik, amma Ampivotda cədvəldəki sütunları sətirlərə çeviririk. Datamıza nəzər yetirək. Bizim məhsul sütunumuz və yanvar, fevral, mart aylarını bildirən sütunlarımız var. Biz əgər istəyiriksə, bizdə birinci sütunumuz olduğu kimi qalsın. İkinci sütunumuz məsələn ay sütunu olsun və buradakı sütun adları həmin sütunda, ay sütununda sətirlərdə görünsün və qarşısında isə bu dəyərlər görünsün. Yəni bu tipdə görmək istəyiriksə ay sütununu. O zaman biz Ampivot Columns əmrini icra etməliyik. Üç dənə növ var. Birincisinə baxsaq, bunun üçün biz ilk öncə kontrol vasitəsilə ampivot etmək istədiyimiz sütunları seçirik, yəni ay adlarımızı. Və gəlib bu hissədən Ampivot Columns seçirəm və gördüyünüz kimi məhsul sütunu olduğu kimi qaldı. Ay adlarımız olan sütun bu şəkildə görünür. Yəni sütun adlarımız sətirlərə düşdü və satış məlumatlarımız da bu hissədə görünür. Power BI əgər biz ampivot əməliyyatı ediriksə, mətn tipli sütunumuza atribut, rəqəm tipli sütunumuza isə value adını verir. Bu hissədən gəlib bunun adını məsələn ay edə bilərəm və bunu da satış edə bilərəm. Bu sonrakı prosesdir. Bu şəkildə cədvəlimiz hazır oldu. İndi digər buradakı əməliyyatlara baxsaq, ampivot other columns nədir? Bu isə məsələn bizdə məhsul sütunumuz var. Ondan əlavə yanvar, fevral, mart və dekabra qədər aylarımız var, 12 dənə. Həmin o ayları seçib ampivot əmrini icra etməyimiz zaman ala bilər. Ona görə də ampivot etmədiyimiz sütun və ya sütunları seçirik, yəni azlıq təşkil edir deyə. Və daha sonra other columns əmrinə basırıq və eyni nəticəni almış olduq. Sadəcə zaman cəhətdən daha tez olmuş oldu. Və gördüyünüz kimi bu hissədən yenidən sütun adlarını dəyişə bilərik və cədvəlimiz hazırdır. Üçüncü əmrimiz isə ampivot only selected columns. Bu əmr birinci əmrlə eynilik təşkil edir, yəni eyni nəticəni verəcək, sadəcə adı fərqlidir, yəni sadəcə only selected columns seçilən sütunları ampivot et deyir, eyni nəticələri çıxacaq. Burada biraz fərqli edib biz yanvar və fevral aylarını seçək təkcə. Məsələn, martı seçməyək. Sadəcə yoxlamaq üçün edirəm. Bu hissədən gəlib bu əmri seçirəm. Və gördüyünüz kimi məhsul və mart aylarını seçmədim. Bunlar olduğu kimi qaldı. Yanvar və fevral aylarını ampivot etdim və onlar dəyişdi. Sütun adından sətirlərə düşdü və bu şəkildə müxtəlif əməliyyatlar icra edə bilərik. Və bir də onu deyim ki, pivot əmri bizdə geniş formada görünür. Məsələn, bu şəkildə. Daha çox enli olur, belə deyək. Yəni vizual olaraq baxanda bu enli görünürsə, pivot column çox vaxt olur. Əgər geniş formatda olursa, uzun formatda olursa daha doğrusu bu ampivot cədvəl sayılır. Yəni burdan da bunları təxmini olaraq seçə bilərik.